bir qadına, bir xanıma Allah bir neçə övlad verəndə artıq onun vəzifəsi ağırlaşır. Görürsünüz Allah necə yükü qoyur qadının çiyninə, analıq yükünü. Analıq yükü elə bilirsiniz asandır. 3-5 övlada yələnib analıq onun dərdini çəkməlisən, fikrini çəkməlisən, qayğısını çəkməlisən, problemlərinə qatlaşmalısan. Allah bütün analara can sağlığı versin, dünyasını dəyişənlərə Allah öz rəhmətin nazil eləsin. Peyğəmbər boş yerə buyurmayıb ki, cənnət ananın ayağı altındadır. Analıq yükü çox ağır yükdür. Sən övlad tərbiyə eləməlisən, sən övladı həyatın sınaqlarından üzü ağ çıxartmalısan. Yükə baxaya Allah yükləyib qadını. Amma asanlıq da yaradıb. Necə? Analıq yükünü verməklə qadına, qadının tutumun böyüdüb ki, o yükü çəkə bilsin. O yükü çəkə bilsin. Ona görə də bəzən qəhrəman ana olur. Ana çatır deyirlər, bu qəhrəmandır. Çünki özü qəhrəmanlar yetişdirib. Qəhrəmanlar dünyaya gətirib. Analıq yükünün yanında Allah ananın, qadının mənəvi tutumun çoxaldır ki, sən bu övlad tərbiyəsində, övladın gələcəyində hansı əzab-əziyyətlərə qatlaşmalısan? Xanım, heç narahat olma, analıq yükün çəkirsənsə, tutumun da, qüdrətin də verəcəm sənə və verir də. İndi 3-5 övladın analıq yükünü çəkmək görün nə qədər çətindir. 3-5 övladın atalıq yükünü çəkmək görün nə qədər çətindir. Təsəvvür eləyin, bir ümmətin anası olmaq, bir ümmətin analıq yükünü çəkmək nə qədər çətin olar. Çətinliyini nəzərə alıb göründüyü ananın məqamı nə boyda olar. Xanım Zəhra salamullahi əleyhanın məqamını başa düşmək istəyirsənsə, bax onun çəkdiyi yükə. Bax onun çəkdiyi yükə. O ümmətin analıq yükünü çəkir. Peyğəmbərin Həzrəti Əlinin məqamını bilmək istəyirsənsə, bax onun vəzifəsinə, bax onun bu ümmət qarşısında məsuliyyətinə. Atalığın yükünü çəkir Həzrəti Əli əleyhissalam, Həzrəti Peyğəmbər. Bu ümmətə olar atadır, xanım Zəhra da anadır. Atalıq və analıq yükü 3-5 övladın qabağında həddindən artıq çətin olur. Gör ümmətə atalıq eləmək, ümmətə analıq eləmək nə boyda bir çətindir. İndi o çətinliyi nəzərə al, gör o yüklə yüklənən insanın məqamı nə boydadır ki, Allah ona bu ümmətin analıq dərdini çəkmək yükün verib. Ona görə də deyir, bir gün Həzrəti Zəhra evdə idi, çox qəmli idi. Peyğəmbər daxil oldu, qızım Zəhra, niyə görə qəmlisən? Dedi, ya Rasulallah, ümmətüvün günahkarların halını düşünürəm, dərdin çəkirəm ki, qiyamətdə onlar nə olacaq? O məhşər əhlinin içərisində sənin ümmətündən bir dəstənin günahlarına görə halı necə olacaq? Görürsünüz, Həzrəti Zəhra sizin bizim dərdimizi çəkir. Xoş bizim halımıza ki, Zəhra salamullahi əleyha kimi bir insan bizim mənəvi anamızdır və ana olduğuna görə bizim dərdimizi çəkir, bizim fikrimizi çəkir. Bu bizə bəsdir fəxr eləməyə görə, qürurlanmağa görə yaxşı mənada ki, biz Həzrəti Zəhranın övladları sayılırıq əgər onu bizdən qəbul eləsə, bizi övladlığa qəbul eləsə. Hərçənd ki, o bizim anamızdır. Bu ümmətin anasıdır. Milyonlarla bu müsəlman, İslam ümmətinin, bəşəriyyətin analıq yükünü çəkmək. Görün, bu xanımın nə boyda böyük bir əzəməti var, məqamı var. Necə böyük qəhrəman anadır. Hələ 11 imam bəxş edib bu dünyaya. Bir cəmiyyətə yox, bir ölkəyə yox. Bütün bəşəriyyətə 11 imam bəxş edib xanım Zəhra salamullahi əleyha. Özü də necə övladlar. Bu qəhrəman ana olmasın nə olsun bəs? Bu bəşəriyyətin qəhrəman anasıdır Həzrəti Zəhra salamullahi əleyha. Bəşəriyyətin qəhrəman anası. Özü də hamısı da şəhid olub. 11'i də şəhid olub. 2'si qılıncla, 9'u zəhərlə. Elə bu bəşəriyyətin yolunda. Özü də şəhid olub. Şəhidə xanımın şəhidə 11 övladı. Gör bu məqam nə boyda böyük məqamdır. Peyğəmbər buyurdu, qızım Zəhra, niyə narahatsan? Dedi, ümmətümün günahkarlarının fikrini çəkirəm. Atacan, ya Rasulallah. Deyir, onda
Qiyamətin günündə Allah sənə izin verər, Cənab-ı Cəbrəil gələr sənin yanına. Qızım Zəhra, istə Allahdan nə istəyirsən? Səli hacətəkə, istəyi istə. Deyərsən ki, ilahi və Rəbbim, mənim dostlarım, mənim tərəfdarlarım, məni sevənlər. Allah deyər, bağışladım xanım. İlahi və Rəbbi, mənim balalarımın da dostları olub axı. Hüseynimin də zəvvarları olub, Hüseynimin də balaları olub, Hüseynimin də sevənləri olub, Hüseynim üçün ağlayanlar olub, İmam zamanımın yolun gözləyənlər olub, mənim balalarımın dostları. Allah buyurar, onları da bağışladım. Sonra nə istəyirsən xanım? Deyir, onların dostları, o dostların da dostlarının fikrini çəkirəm. Onlar mənim balalarımı yox, mənim özümü yox, mənim balalarımı, mənim özümü sevənlərin sevənlər olublar. Orada onlar harda bir Əhl-i Beyt alimi görüblər, harda bir Əhl-i Beyt məddahi şairi görüblər, Əhl-i Beytin tərəfdarını görüblər, onlar şad olublar. Onlar seviniblər, onları seviblər. Allah buyurur, onları da bağışladım. Sənin dostlarını da, balalarının dostlarında, xanım, o dostların dostlarını da bağışladım. Fəində zalik, Peyğəmbər buyurur, qızım Zəhra, həmin vaxt, bilirsən nə baş verər? Yəvəddül xəlaiq ənəhum kanu fatimiyyin. Bütün məxluqat arzulayar ki, kaş fatimilərdən olardıq. Həzrəti Zəhraya belə bir məqam verib ki, qiyamətdə Həzrəti Zəhra bu dəstə insanlara şəfaət edəcək. Xanım, heç narahat olma. Səndə ki, analıq məqamı var, qiyamətdə o özün bu cür büruzə verəcək. Allahdan istəyirik ki, Allah Teala bizə xanım Zəhranın o geniş şəfaətindən bir pay əta eləsin inşallah qiyamətin günündə. Xanım Zəhranın bu dünyada gizli qalmış qəbrini, aşkar olmaq dövrünü və o dövrdə xanım Zəhranın o möhtəşəm qəbrinə zəvvar olmağı hamımıza nəsib eləsin. Allah bizi xanım Zəhradan dünya və axirət ayrı salmasın.